Salam. Saat qurşaqları sınağımızın izahına baxırıq. Birinci sual. Birinci sualda deyir ki, 75 dərəcə şərq uzunu neçənci saat qurşağına düşür? 75 dərəcəni bölürük 15-ə, 5 dəfə 75. Deməli 5-ci saat qurşağına düşür. B variantı. İkinci sualda deyir ki, A və B məntəqələr verilib. B məntəqəsi də A məntəqəsi də fərqli-fərqli meridianlardadır. Fərqli-fərqli meridianlarda olanda yerli vaxtı da fərqli olur. Ona görə A variantı düzgün variant deyil. Eyni meridian üzərindədir. Fikri də yanlışdır. Qütblərdən eyni məsafədə, bərabər məsafədə yerləşir. Biz şəkildə də gördüyümüz kimi 40 dərəcə cənub yarımkürəsində yerləşir və qütblərdən cənub qütbündən də cənub qütbü biz bilirik ki 90 dərəcədir. Cənub qütbündən də arasında 50 dərəcə var. Şimal qütbü də ki şimal 90 dərəcədir. 90 üstünə də 40 dərəcə gəlirik. Edir 130 dərəcə. Deməli şimal qütbündən də cənub qütbündən də eyni meridian üzərində yerləşdiyinə görə bərabər məsafədə yerləşir. C variantı doğru variantdır. Digər variantlara baxaq. Gecə və gündüzün adi növbələşməsi pozulur. Gecə və gündüzün adi növbələşməsi qütb dairələri ilə qütb arasında, yəni 66.5 dərəcə ilə 90 dərəcə arasında pozulur. Buna görə də bu variant da yanlış variantdır. Bizim məntəqəmiz 40 dərəcə cənub enliyində yerləşdiyinə görə. 22 iyunda ən uzun gündüz müşahidə olunur. Ən uzun gündüz müşahidə olunur şimal yarımkürəsində. Digər sualımıza baxırıq. Üçüncü sualdır. Üçüncü sualda deyir ki, 63 qərb uzunluğu neçənci saat qurşağında yerləşir? 63-ü saat qurşağı soruşduğuna görə 15 dərəcəyə bölürük. Qalır burada 4. 4 dəfə 15, 60. 3. 3, 7.5-dən kiçik olduğuna görə deməli, üzərinə heç bir şey əlavə etmirik, amma böyük olanda 1 əlavə edirdik. Qərb yarımkürəsi olduğuna görə isə 24-dən çıxırıq 4-ü və qalır 20-ci saat qurşağı. Deməli, cavabımız olur A variantı. Digər sualımıza baxırıq. Dördüncü suala deyir ki, bütün saat qurşaqlarında yerləşən okean və materiklər. Deməli, bizim saat qurşaqlarımız, bütün meridianlarımız qütblərdə birləşir. Buna görə də şimal və cənub qütbünə baxırıq. Şimal qütbündə şimal buzlu okeandır. Cənub qütbündə isə Antarktida materikidir. Buna görə də cavabımız olur Y variantı. 5-ci sualda deyir ki, 5-ci saat qurşağının orta meridianını tapın. Saat qurşağının orta meridianı tapanda 15-ə vururuq. Deməli, məntəqəmiz də 0 və 12-ci saat qurşaqlarının arasında olduğuna görə bilirik ki, bu məntəqə şərq yarımkürəsində yerləşir. Ona görə də sadəcə məntəqəmizi, yəni 5-ci saat qurşağını vururuq 15-ə, 15-də 75 şərq uzunu alırıq. Deməli, cavabımız Y variantıdır. Digər sualımıza baxırıq. Digər sualda deyir ki, 11-ci saat qurşağının orta meridianı. Deməli, dedik ki, məntəqəmiz əgər şərq yarımkürəsində yerləşirsə, sadəcə 15-ə vururuq. Vururuq 15-ə. Burada olur 165 şərq uzunu. Digər suala baxırıq. Yer öz ox ətrafında hərəkətinin coğrafi nəticələri. Fəsillərin yaranması yerin günəş ətrafında hərəkətinə aiddir. Qütb gecə gündüzlərinin yaranması yenə də günəş ətrafında hərəkətinə aiddir. Musson küləklərinin yaranması. Musson küləkləri yerin günəş ətrafında hərəkət nəticəsində yaranır. Bu da yanlış fikirdir. Gecə və gündüzün növbələşməsi. Bu 24 saat ərzində olur, yəni yerin öz ox ətrafında hərəkəti nəticəsində. İllik gedişdəki Y variantında verilib, illik gedişdəki yerin günəş ətrafında hərəkətinə aid olur. 8-ci suala baxırıq. 8-ci sualda deyir ki, 4-cü saat qurşağından 4-cü saat qurşağı biz bilirik ki, şərq yarımkürəsində yerləşir və bunu vururuq 15-ə. Deməli, 60 dərəcə şərq uzunluğudur. Digər məntəqəmiz isə 20-ci saat qurşağıdır. 20-ci saat qurşağı isə qərb yarımkürəsində yerləşdiyinə görə 24-dən çıxırıq 20-ni bərabər edirik 4. 4-cü saat qurşağı da 60 dərəcə qərb uzunu olur.
Aha. Deməli burada orta meridianı Bakının yerləşdiyi meridiandan şərqdədir. Orta meridian 60 dərəcə şərq uzunudur və məntəqəmiz Bakı şəhərinin uzunluğu biz bilirik ki 50 dərəcə şərq uzunudur. Bakıdan şərqdə yerləşdiyi fikri doğrudur. Deməli 1-1-ə aiddir. 1 2 3 1-ə aiddir 1. İkinci suala baxırıq. Qrinviç meridianı ilə 4 saat fərqə malikdir. Biz baxırıq ki 4 saat şərqə, 4 saat da qərbə. Yəni 60 dərəcə qərb uzunu, 60 dərəcə şərq uzunu 15-ə böləndə 4 saat alırıq. Yəni Qrinviçə 4 saat fərq var. İki məntəqə də arasında ortaq xüsusiyyətdir. Ona görə olur 3-ə aid olur. Daha sonra orta meridianı qərb yarımkürəsində yerləşir. Qərb yarımkürəsində yerləşir. Deməli 60 dərəcə qərb uzunluğuna aiddir. İkinciyə aid olur. Bu da 3. Antarktida materiki və Şimal Buzlu okeanı yerləşir. Biz dedik ki, bütün meridianlar şimalda və cənub qütbündə birləşir və buna görə də bu fikir hər ikisinə uyğun olacaq. 2 və 4. Digər 5-ciyə baxırıq. Şərq sərhəddi ilə Qrinviç meridianı arasındakı fərq 67,5 dərəcədir. Deməli, bizim məntəqəmiz şərq sərhəddi olur 67,5. Niyə 67,5 olur? Çünki orta meridianımız oldu 60 dərəcə şərq uzunu. Ondan 7,5 şərqə şərq sərhəddidir. 7,5 qərbə isə qərb sərhəddi olur. 60 dərəcə qərb uzunluğunun da şərq sərhəddi olur. 60-dan çıxırıq. 60-dan çıxırıq deməli 7,5-i qalır 52,5. Üstünə gəlirik. Qərb sərhəddi də 67,5. Qərb sərhəddi 67,5-dir. Bizim şərq sərhəddi 67,5 olmalıdır. Ona görə də deyirik ki 60 dərəcə şərq uzunluğuna, yəni 4-cü saat qurşağına aid olacaqdır. Buna görə də deməli olur 5. Digər suala baxırıq. Orta meridianı Atlantik okeanını kəsir. Atlantik okeanı kəsirsə, deməli qərb yarımkürəsi olur və ikinci yəni 4-cü saat qurşağı 60 dərəcə qərb uzunu bu fikrə uyğundur. 6. 1, 5, 3, 6, 2, 4 Y variantı olur cavabımız. Digər suala baxırıq. 9-cu sualda deyir ki, A və B məntəqələri arasındakı qurşaq vaxt fərqini hesablayın. A məntəqəsi yerləşir 43 dərəcədə, özü də qərb yarımkürəsində 0 dərəcədən qərbdə yerləşir. Digər məntəqəmiz isə 64 şərqdə yerləşir, yəni 0 dərəcədən şərqdə yerləşir. Biri şərqdə, biri qərbdə yerləşdiyinə görə bizdən də qurşaq vaxt fərqini soruşduğuna görə toplayırıq. Çünki fərqli-fərqli yarımkürələrdə olanda üzərinə gəlirik. 43 qərb uzunluğu üstə gəlinsin 64 şərq uzunluğu bərabərdir 107 dərəcə arasında fərq var. Qurşaq vaxtını əsasən bölürük, 15-ə bölürük 7 dəfə, 7 dəfə 15, 105 və burada qalır 2. Deməli 7 saat arasında fərq var, olur cavabımız C variantı. Digər sualımıza baxırıq. 3-cü saat qurşağının kənar meridianını tapın. 3-cü saat qurşağının orta meridianını tapırıq, 15-ə vururuq. Tapırıq ki 45 dərəcə. Bir də bilirik ki 45 şərq yarımkürəsində yerləşir. Nədən bilirik? Çünki 0 ilə 12-ci saat qurşağı arasında yerləşir 3-cü saat qurşağı. Ona görə də 45 dərəcə dedik ortadır, şərq yarımkürəsidir. 45-dən şərqə doğru artır, qərbə doğru azalırdı. Deməli
45-in üzərinə 7.5 gəlirik. Olur şərq yarımkürəsi. Şərq yəni 52.5. Deməli şərq qonşusu oldu 52.5. Qərb qonşusu nə olur? 45-dən çıxırıq 7.5-i, qərb qonşusunu tapırıq. 5 belə çıxdıq, 37.5 olur. Şərq. Oldu 37.5 şərq uzunu, 52.5 şərq uzunu. D variantı olur cavabımız. Keçirik 11-ci sualımızın izahına. 11-ci sualda bizə deyir ki, A və B məntəqələri 0 dərəcənin üzərində yerləşir. Yəni ekvatorun üzərində yerləşir. A və B. Biri qərb yarımkürəsindədir, digəri şərq yarımkürəsindədir. Arasında 48 dəqiqə fərq var. 48 dəqiqə. Biz bilirik ki, 1 dərəcəmiz 4 dəqiqədir. Onda 48 dəqiqəmiz neçə dərəcə olduğunu tapırıq. X də bərabərdir. Böldük 12. 12 dərəcə fərq var deməli bunlar arasında. Ekvatorun üzərində yerləşdiyinə görə 12 dərəcəni vururuq. Deməli 111-ə. 12, 12. İki, üç, bir. Bu da olur A variantı. Digər sualımıza baxırıq. Bakı şəhəri üzərində, Bakı şəhəri 40 dərəcə şimal enliyində yerləşir. 40 dərəcə şimal enliyində 1 dərəcəmiz 85.4-dür. Və yer öz oxu ətrafında fırlanma sürətini hesablayın. Biz baxırıq ki, 1 dərəcəni bu 85.10-da deməli 4 kilometr hərəkət edir. Onda tapırıq ki, 15 dərəcəni nə qədər hərəkət edir? Çünki 1 saatda 15 dərəcə hərəkət edir yer öz oxu ətrafında. Bunu da x tapırıq. X də bərabərdir, çarpaz vururuq. 15-i vururuq 85.4-ə. 15 dərəcə vurulsun 85.4-ə. Bu da bərabərdir 12.81. Kilometr bölünsün saat. Cavabımız olur A variantı. Bu da oldu bizim 12-ci sualımız. Digər sualımıza baxırıq. On üçüncü sualda deyir ki, Bakıda saat 12:00 oldu. Bakı 50 dərəcə şərq uzunluğunda yerləşir. Burada 12:00 oldu. Və digər məntəqədə isə 9:40-dır. 9:40 deməli 12-dən qərbdə yerləşir. Çünki şərq yarımkürəsində yerləşəndə saat daha irəli olur. Qərb yarımkürəsində yerləşəndə daha geri olur. Buna əsasən deyirik ki, 9:40-dır. Digər məntəqəmizdə neçənci saat qurşağında yerləşdiyini, neçə dərəcə uzunluqda yerləşdiyini tapırıq. Deməli 12:00-dan çıxırıq 9:40-ı. 12:00-dan birini 1 saat xırdalayıq, dəqiqəyə çeviririk. 11:60 kimi yazırıq. Çıxırıq 9:40-ı. 0 çox yazdıq. Aha.
Dəqiqədən dəqiqə, saatdan saat çıxırıq. Saatdan saat çıxanda alırıq 2, 60-dan da 40 çıxanda alırıq 20. Aha. Deməli bunlar arasında 2 saat 20 dəqiqə fərq var. Bunu çeviririk dərəcəyə. 15-ə vururuq. 2-yi 15-ə vuranda 30. 20-ni isə çeviririk dərəcəyə. 4-ə bölərək çeviririk. Üstünə gəlirik 5-i. 4-ə böldük, 20-ni aldıq 5. Bu dərəcəmizin üzərinə gəlirik. Deməli 30 üzərinə gəldik 5, 35. Arasında 35 dərəcə fərq var. 50 dərəcədən çıxırıq 35-i. Bu da bərabərdir 15 dərəcə. Məntəqəmiz 15 dərəcə şərq uzunluğunda yerləşir. Deməli cavabımız nə olur? D variantı. 14-cü suala baxırıq. 14-cü sualda 30 dərəcə şərq uzunluğunda yerləşən A məntəqəsində 30 dərəcə şərq uzunluğunda yerləşir. A məntəqəsində 15:00 saat və B məntəqəsində isə saat 75, deməli B məntəqəsi isə 75 dərəcə şərq uzunluğunda yerləşir. Və 75 dərəcə şərq uzunluğuna yerləşdiyini nəzərə alaraq burada yerli vaxtla saatın neçə olduğunu hesablayın. Burada 15:00-dur. Arasındakı fərqi tapırıq dərəcələrə əsasən. 75:00-dan 75 dərəcədən çıxırıq 30 dərəcəni. İkisi də şərq yarımkürəsində yerləşir. Buna əsasən çıxdıq. Deməli qalır burada 40 dərəcə. 40 dərəcə. 40 dərəcəni isə çeviririk saata. Necə çeviririk? Deməli 40 dərəcə yox, 45 dərəcə olur burada. 45 dərəcə. 45-i də bölürük 15-ə. 15-ə. 15-ə böləndə alırıq 3. 3 dəfə 15, 45. Deməli bunlar arasında 3 saat fərq var. 75 dərəcə də 30 dərəcədən daha şərqdə olduğuna görə deməli üzərinə gəlirik. Nəyi üzərinə gəlirik? 15:00-nun üzərinə bu aradakı fərqi gəlirik. Çünki deyirik ki, şərqdə yerləşəndə daha irəlidə olur. 18:00 olur cavabımız. Bu da olur bizim B variantımız. Digər sualımıza baxırıq. Digər sualda deyir ki, 30 dərəcə şərq, bunu yazdıq. Deməli 115-ci sual. 15-ci sualda 2 məntəqə verib, biri 30 dərəcə qərb uzunu, digəri 40 dərəcə şərq uzunu. Bu məntəqələr arasındakı yerli vaxt fərqi neçə dəqiqədir? Deməli bunlar biri şərq yarımkürəsində yerləşir, biri qərb yarımkürəsində yerləşir. Ona görə toplayırıq. Alırıq 70 dərəcə. 70-i bölürük 15-ə. Böləndə 60. Deməli 4 dəfə. 4 dəfə 15, 60. Qalıq 10. 10 isə 10 dərəcəni isə dəqiqəyə çevirəndə 4-ə vururduq. 4-ə vururuq, alırıq 40. 4 saat 40 dəqiqə. Bunlar arasında yerli vaxt fərqi 4 saat 40 dəqiqə olur. 70, 70-i 15-ə böldük. 4 dəfə, 4 dəfə 60 və cavabımız olur 4:40. 16-cı suala baxırıq. 16-cı sualda bizə deyir ki, 45 dərəcə şərq uzunu. Şərq uzunu. Saat 12:00 oldu. Bu zaman bu A məntəqəsidir. B məntəqəsində isə 45 dərəcə qərb uzunudur. Burası 0 dərəcə Greenwich'dir. B məntəqəsi də buradır. Burada 45 dərəcə qərb uzunudur.
Deməli 40 dərəcə şimal enliyi üzərində yerləşir bu iki məntəqə. Və bunlar arasında neçə saat olar? Deməli saat A məntəqəsində 45 dərəcə şərq uzunluğunda 12:00-dur. Bunlar arasındakı fərqə baxırıq. Deməli biri qərb, biri şərq yarımkürəsində olduğuna görə toplayırıq. 45 dərəcə üzərinə gəlir. 45 dərəcəni bərabər edirik 90-a. 90-ı bölürük 15-ə. Tapırıq ki, burada 6 dəfə, 6 dəfə 5 15 90 edir. 6 saat aralarında fərq var. İndi baxırıq ki, 6 saat irəlidir, 6 saat geridir. Məntəqəmiz daha şərqdə yerləşdiyinə görə bundan, deməli məntəqəmizdə 12:00 verilir. Bu daha şərqdə yerləşdiyinə görə bu məntəqəmiz daha irəlidədir. Biz bilirik ki, günəş şərqdən qərbə doğru hərəkət edir. Ona əsasən də deyirik ki, şərqdəki yarımkürələr qərbdəkinə nisbətən daha irəli olur. 12:00-dan çıxırıq 6 saatı. Bu da bərabər eləyir 6 saat. Açıq sualdır bunlar. Digər sualımız deyir ki, yerli və qurşaq vaxtı eyni olan məntəqələr. Yerli və qurşaq vaxtı eyni olan məntəqələr deyəndə 15-ə bölünən deməli meridianları seçirik. 45 15-ə bölünür, 3 dəfə qalır. Deməli yerli və qurşaq vaxtı eynidir. Bu birinci. 2 35 bölünmür, 15-ə bölünür, qalıq qalır. Ona görə eyni deyil. Deməli 0-cı meridian qurşaq vaxtı və yerli vaxtı eynidir. Buna əsasən də deyirik 3. Digər məntəqəmiz 4, 15 15-ə bölünür və 25 bölünmür, 40 bölünmür. Ona görə də olur 1, 3, 4. Silirik. Digər sualımıza baxırıq. Sizə təqdim olunan situasiya mətni diqqətlə oxuyun və mətnə uyğun tapşırıqları yerinə yetirin. Birinci sualda deyir ki, A məntəqəsi ekvatordan 40 dərəcə şimalda yerləşir. Ekvatorda 40 dərəcədə şimalda 0-ın üzərinə 40 gəlirik. 40 dərəcə şimal olur. Digəri isə deyir ki, bu 40 dərəcə şimalın üzərindən 4270 kilometr şərqdə. 40 dərəcənin üzərində 1 dərəcəmiz 85,4-dür. Daha sonra onun üzərindən də 4270 kilometr hərəkət edibsə, kilometrin üzərindən yazdıq. X də bərabərdir. Böləndə olur 50 dərəcə. Deməli, Qrinviçdən 50 dərəcə şərqdə yerləşir. Qrinviç meridiandan 4270 kilometr şərqə gedirsə, deməli, Qrinviçdən 0 dərəcə ilə deməli, Qrinviçdən şərqə doğru gedir və gəlir 50 dərəcə şərq uzunluğunun üzərinə düşür. Burada saat 6:00-dur. Yəni, bu Bakının enlik uzunluğudur. Burada saat 6:00-dur. Və günəş çıxır. A məntəqəsinin coğrafi koordinatlarını yerləşdiyi saat qurşağını müəyyən edin. Bakı yerləşir 40 dərəcə şimal enliyi, tapdıq. 50 dərəcə şərq uzunluğu, yəni Bakının enliyi uzunluğudur. Saat qurşağı deyəndə 50 dərəcəni 15-ə bölürük. 15-ə bölürük və tapırıq ki, 3-cü saat qurşağında yerləşir. A məntəqəsində yerin öz oxu ətrafında fırlanma sürətini müəyyən edin dediyinə görə 1 saatda 15 dərəcə dönür. 15 dərəcəni də vururuq 85,4-ə. Çünki 40 dərəcə meridian üzərində hərəkət edir. 40 dərəcə paralel üzərində hərəkət etdiyinə görə 1 saat ərzində 85,4-ə vururuq və alırıq 12,81 kilometr bölünsün saat. 18-imizin cavabı da bu olur. 19-a baxırıq. 19-u tapdıq. 20. A məntəqəsində günəşin batma vaxtını müəyyən edin. Günəşin çıxma vaxtını verib 6:00. 6:00-da çıxır. Batma vaxtı nə vaxt olur? 12:00.
Günortamız olur. 18:00 isə batma vaxtı olur. 6 saatdan 1. Niyə 6 saatdan 1 olur? Biz deyirik ki, 21 Martda Günəş ekvator üzərində zenitdə olur. Şimalda və cənubda gecə və gündüzün uzunluğu bərabər olur. Yəni gecənin uzunluğu da 12 saat olur, gündüzün uzunluğu da 12 saat olur. Əgər Günəş 6:00-da çıxıbsa, deməli gündüzün uzunluğu 12 saatdır. 6 saatdan sonra günorta olur, 6 saatdan sonra isə axşam olur. 12-nin üstünə 6 gələndə 18:00 olur. Bizdən isə günəşin batma vaxtını soruşur. Sınaq izahımız bu qədər. Dayandıraraq, təhlil eləyərək, deməli bütün suallara diqqətlə baxmağa çalışın. Sağ olun.